sinif ingilis dil dərsinin dərs 3-ünə baxırıq, səhifə 12. Bu oyundan ibarət olacaq. Burada biz rəqəmləri öyrənmişik, daha da möhkəmləndirmək üçün bir oyun hazırlayırıq və məktəbdə isə sinif yoldaşlarımızla, müəllimimizlə birlikdə, əgər evdə isə valideynlərinizlə birlikdə oynaya bilərsiniz. Nə edirik? Əlimizə belə rəngli kağızlar götürürük və hər birinin arxasına rəqəmləri yazırıq. 1-dən 10-a qədər olan rəqəmləri. Sonra onları üzlərini əks formada çevirib qoyuruq stolun üstünə və bu zaman siz yadınıza saxlayırsınız ki, hansı rəngdə hansı rəqəm var idi. Və bu zaman müəlliminiz və evdə valideyniniz sizdən soruşur. Where is the number 2? Siz axı yadınızda saxlamışsınız ki, tutaq ki, yaşıl vərəqdə 2 yazılıb. Və siz də yaşıl vərəqi götürüb göstərirsiniz ki, aha, burada 2 yazılıb. Siz qarşılığında da deyirsiniz ki, here is the number 2. 2 nömrə buradadır. Here is the number 2. 2 nömrə buradadır. Deməli, 2 nömrə hardadır sualı verilir. Necə? Where is the number 2? Where is the number 2? Where harada deməkdir. Is the number 2? 2 nömrə deməkdir. Where is the number 2? 2 nömrə haradadır. Qarşılığında da deyilir ki, here is the number 2. Tapırsınız stolun üstündən və ya harda oynayırsınızsa və göstərirsiniz. Göstərəndə də deyirsiniz ki, here is the number 2. 2 nömrə buradadır. Və digər rəqəmlər üçün də keçərlidir. Gəlin, məsələn, 7 ilə edək. Mən soruşuram, siz tapırsınız. Where is the number 7? Where is the number 7? Tapdınız, indi göstərin və deyin ki, here is the number 7. Here is the number 7. 7 nömrə buradadır. Sonra soruşulur, same, eynidir, yəni düz tapdınız. Qarşılığında da deyilir yes ya da no. Yes hə deməkdir, no xeyr deməkdir. Mütləq bu oyunu oynayın. Həm rəqəmləri təkrarlamış olacaqsınız, həm də ingilis dilində necə deyilirdi, onu təkrarlayırıq. Davam edirik. Səhifə 13, lesson 4, yəni 4-cü dərs. Burada qarşımızda bir şəkil var. Görürsünüz ki, uşaq otağıdır və müxtəlif burada əşyalar var. Bunlar bizim yeni sözlərimizdir. Gəlin əvvəlcə onlarla tanış olaq, sonra isə digər addımlarını izləyək. Top olacaq ingiliscə ball, ball, top. Görürsünüz, B-A-L-L yazılıb, 2 L var. Oyuncaq maşın olacaq K, K. C ilə yazılır, amma K kimi oxunur. K. Sonra not dəftəri, dəftər olacaq notebook, notebook, notebook. Bitişik yazılır. Oyuncaq ayı olacaq bear, bear, bear. Qələm, rəngləmə qələmi, yəni şəkilləri rəngləmək üçün olan qələm, crayon, crayon, crayon. Belə. Bunları əvvəl öyrənirik, tələffüzləri ilə, tərcümələri və yazılışı ilə öyrəndikdən sonra digər addımı izləyirik. Burada bizə tapşırıq verir ki, əşyalardan harda, neçə dənədir, onları tapmalıyıq. Bunu da tapmaq üçün bizə sual verilir. Gəlin o suallarla tanış olaq. How many balls? How many balls? Nə qədər top var? Neçə top var? How many neçə deməkdir? How many balls? Nə qədər top var? Siz də şəklə baxırsınız. Topları sayaq. Baxaq görək. Bir yaşıl top var, bir rozlu rəngdə olan top var. Başqa var. Siz görürsünüz. Məncə yox. 2 dənədir. Deməli bizim cavabımız nə olacaq? 2 balls. 2 balls. 2 top var. Baxın, əvvəl biz keçdik. Ball, top deməkdir. B-A-L-L, 2 L ilə yazılırdı. Amma mən toplar demək istəyirəmsə, yəni çoxaldıramsa, mən o zaman sözün sonuna bir S hərfini əlavə edəcəm. Baxın, sizin üçün qırmızı çərçivəyə əlavə etmişəm. Balls,
toplar olacaq. Əgər mən birdən çox əşyadan danışıramsa, mütləq buna cəmlik şəkilçisi, yəni hərflərini əlavə etməliyəm. O da S-dir. How many balls? Neçə top var? Two balls cavabında da deyirik ki, 2 top var. Gəlin indi başqa bir əşya üçün bunu edək. Məsələn, maşın. How many cars? How many cars? Neçə maşın var? Baxaq, bir yeşikdə var, narıncı, sonra yatağın yanında var, qırmızı və yaşıl. Deməli, 3 dənə maşın var. 3 nə idi? 3. How many cars? Qarşılığında da deyirəm ki, 3 cars. 3 cars. 3 dənə maşın var. Yenə cars sözündə də görürsünüz, S gəlib. Car maşındır. Maşınlar demək istəyirəmsə, bir əlavə S şəkilçisini əlavə etməli olacağam. Kitabın yuxarısında da round up yazılıb. Round up, round up. Uyğunlaşdırmaq, toplamaq, tapmaq, birləşdirmək mənalarını verir. Yəni ki, yuxarıda görürsünüz, şəkilləri verib, topdur, maşındır, notebookdur və siz onların neçə ədəd olduğunu tapıb deməlisiniz. Gəlin indi notebook üçün edək. Görək burada neçə notebook var, yəni not dəftəri var. Sual veririk. How many notebook? How many notebooks? S artırmalıyam. Görürsünüz, bayaq notebook dedik, bu səhv idi. Ancaq indi S artırdım, doğru oldu. How many notebooks? Neçə notebook var? Stolun üstündədir, sonra biri də lampanın yanında var. Burada 4 dənə, 5 dənə. Deyirəm ki, 5 notebooks, 5 not dəftəri var. Baxın, kitabın aşağısında da sizə onsuz da nə etməli olduğunuzu deyir. Find, count and save. Tap, hesapla və de. Yəni, tapırıq, hesaplayırıq və söyləyirik. Belə, bu dərsin tapşırığını da tapşırıq kitabından da edərsiniz. Səhifə 9, bax, axarda 2 var ha. Skills book page 9. Həmin 9-cu səhifədən də bu dərsə aid tapşırıqlar var, onu edərsiniz. Dərsimiz bu qədər. Burada ən önəmli yeni şeyimiz nə oldu? Əgər bir əşyanı çoxluq olaraq bildirmək istəyirəmsə, S hərfini əlavə edirəm. Və neçə maşın var, neçə əşya var soruşmaq istəyəndə də how many ifadəsindən istifadə etmiş olacaq. Bu qədər. Sağ olun. Bye bye.